Aslında xəyalim gəldi, yəni Qazaxıstan Respublikasındaydı. Xəyal orada yaxşı maaş aldı, yaxşı dostaydı. Oradan geldi getdi müharibəyə. Dedim ki, açığı mən dedim ki, vətəni sən qaytarasan balam. Dedi, yox, kişi getməlidir, vətən torpaq dardır onunla. Hər şeydən atqaz eləməlidir, getməlidir. Torpaqlarını müdafiəsinə kim getməlidir? Yəni xəyal, Allah şəhidlərə rəhmət eləsin, öz evladım demirəm, qaqaş. Xəyal, orada Qazaxıstan'a geldi, getdi müharibəyə. Özü Borovda qulluq eləmişdi. Borovda bir dəfə də şəhid olmaq xəbər çıxmışdı. 2 dəfə şəhid oldu, icra başçı deyil, 2 dəfə şəhid oldu. Getdi ki, yalandan başqasıymış. Yəni, bax, belə uşaq idi. Vətən, bu şəhidlərin ümumiyyətcə, tək bizimki deyil, elə hamısı vətənpərvər uşaq olub. Hər birində qeyrət namus var ki, onlar getdilər, bizdən rəl verdilər. Allah yerlərini cənnət eləsin. Amin. Allah sizlərə də dəyməsin, müəllimə. Çox sağ olun, vətənpərvər insansız. Təşəkkür edirəm ki, borcumuzdur, yox, təşəkkür edirəm. Borcumuzdur. Gəldik ki, Novruz bayramımızı da siz yad eləyək. Kaş elə o birisilərin də bəzilərsindən göstərin heç olmasa. Rayonun baş həkimləri var, direktoru. Onlar, mən ona dedim o səfər, dedim ki, şəhidləri yaddan çıxartmaq olmaz. Yəni, onlar da heç olmasa heleləri sizdən ibrət götürsün. Mən deyərim, helelərdə ar olsun, hər söz demirəm. Vallahi hər bir söz deməklə mən gəlmir, amma biraz da qorxumda mən düzün deyirəm. Vətənpərvər döyülsənsə, insan döyülsən. Mən belə bilirəm.